Aşağıdakı kod işə düşdüyü zaman klaviaturadan 675 ədədi daxil edilərsə, ekrana hansı ifadə çıxacaq? Baxaq, deməli 675 ədədini bizdən nə tələb edir? Input, yəni ki, n-ə daxil olunur həmin ədəd. Deməli, n-in qiyməti bizdə oldu 675. Daha sonra həmin o n-i mətnə çevirib m-ə mənimsədirlər. Yəni ki, artıq o ədəd deyil, mətindir. Yəni sadəcə 6, 7 və 5 simvollarının birləşməsidir. Daha sonra bunu listə çevirirlər. Biz bilirik ki, listə çevriləndə mətin, yəni sətir hansı hala düşür? Hər biri ayrı-ayrı simvollar şəklində bir siyahıda toplanır. Baxın bu formada. Daha sonra isə biz bunu etmişik, reverse-də tərsinə çevirmişik. Nə olacaq bizdə? Əvvəlcə 5 simvolu gəlir, daha sonra 7 simvolu, daha sonra isə 6 simvolu. Daha sonra da deyir ki, biz bunu həmin o L sətrini simvolların arasında 2 olmaqla birləşdirmişik. Yəni ki, K-nı bərabər eləmişik. 5, 2, 7, 2 və 6. Yəni nə etdik? Baxın, bu 3 simvolu arasında 2 simvol olmaqla birləşdirdik. Sonra nə etdik? K-nı çap eləyirik. Sadəcə 5, 2, 7, 2 və 6 simvollarını çap edirik. Bu da bizdə D variantı olur.